İranda ali dini liderlə bağlı vəziyyət yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, New York Times nəşrinin məlumatına görə, fevralın 28-də ailəsinin yaşadığı evin bombalanması nəticəsində ağır yaralanan Müçtəba Xamneyi hazırda ölkəni gizli sığınacaqdan idarə edir. Bildirilir ki, onun ayağı bir neçə dəfə əməliyyat olunub, üz nahiyəsində yanıq xəsarətləri var və protez gözləyir. Mənbəyə görə, onun müalicəsinə ixtisasca həkim olan İran prezidenti Məsud Pezeşkiyan və Səhiyyə naziri də cəlb edilib. Qlobal Infoza danışan politoloq Züriyə Qarayeva deyib ki, nəşrin yaydığı bu tip məlumatlar təsdiqlənmədiyi üçün informasiya müharibəsinin elementi kimi qiymətləndirilir. Stat: İran kimi teokratik siyasi sistemlərdə ali lider ətrafında qeyri-müəyyənlik uzun müddət süni şəkildə saxlanıla bilir. Çünki informasiya axını ciddi nəzarət altındadır və qərarların kollegial mexanizmlərlə verilməsi görüntüsü yaradılır. Bu, sistemin sabitliyini qorumaq üçün istifadə olunan klassik idarə olunan qeyri-müəyyənlik modelidir. Yəni, real vəziyyət nə olursa olsun, ictimaiyyətə və xarici aktorlara idarə olunan, parçalanmamış hakimiyyət təsviri verilir. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.